Salam dostlar. Bugün kitap şərh edirik. Bu kitab icmallaşması deyil. Mən kitabları icmallaşdırmağı xoşlamıram. Çünki düşünürəm ki, hər kəsin kitabdan götürdükləri fərqlidir. Onun dünya görüşünə uyğun olaraq, onun həyata baxışına uyğun olaraq, hətta bir insanın kitab oxuduğu anda həyatdan nə istədiyindən asılı olaraq onun kitabdan götürdükləri fərqli ola bilər. Mənim beynim praktiki işləyir və tətbiq edə biləcəyim məlumatları sintezləşdirib toplamağı xoşlayır. Əslində bugün haqqında danışacağımız kitab tarixi bir kitabdır və mən əminəm ki, müəllif bu kitabı yazanda onun oxucuya vermək istədiyi əsas mesaj heç də mənim bugün sizinlə paylaşmaq istədiklərimdən ibarət deyil. Hər nə qədər tarixin müəyyən dövrünü geniş anlamaq üçün gözəl bir kitab olsa da, müasir insanın həyatına tətbiq edə biləcək mükəmməl dərslərlə dolu bir kitabdır. Dostlar, biz bugün Çingiz Xan və müasir dünyanın yaradılışı kitabından danışırıq. Kitab Amerikalı tarixçi Jack Weatherford tərəfindən yazılıb. Müəllifin kitabı yazmaqda əsas məqsədi Qərbin, xüsusilə də Avropanın Çingiz Xan və onun imperiyası haqqında yaratdığı mifik narrativləri dağıtmaqdan ibarətdir. Belə ki, Avropa elə bugünün özündə də Çingiz Xanı barbar, vəhşi, onun imperiyasını isə dağıdıcı adlanır. Kitabı oxuyanda biz görürük ki, imperiya doğrudan dağıtma siyasəti həyata keçirib. Amma bu, feodal dövründə heç də qeyri-səciyyəvi bir şey deyildi. Və Çingiz Xanı ittiham edərkən Avropa özü səlib yürüşləri həyata keçirir, müstəmləkə soyqırımları yerinə yetirirdi. Monqol imperiyasının dağıtma siyasətindən bəhs etsə də, kitab həm də onların həyata keçirdiyi islahatlardan, elmin, biliyin, ticarətin, diplomatiyanın inkişafına geniş töhfələrindən bəhs edir. Hər halda bizim bugün müzakirə mövzumuz bu deyil. Gəlin keçək mənim sizə çatdırmaq istədiklərimə. Əvvəlcə ondan başlayaq ki, Çingiz Xan heç də xan nəslindən deyildi və nəcəbətli bir ailədə doğulmamışdı. O, köçəri çöl tayfasında dünyaya gəlmişdi. Əsl adı Timucin olan Çingiz Xan, uşaq vaxtı yaşıdlarından heç nə ilə seçilmirdi. Qardaşlarından zəif ox atırdı, zəif at çapırdı. Hətta lazımsız övlad hesab etdiyi üçün atası onu ailədən uzaqlaşdırmağı belə düşünürdü. Çingiz Xanın nəcəbətli nəsildən olmaması, bugün də Avropanın onu vəhşi, barbar adlandırmaq üçün istifadə etdiyi əsas faktlardan biridir. Ancaq kitabı oxuyanda anlayırıq ki, Timucini Çingiz Xan edən, onu dünyanın hökmdarı edən məhz onun uşaqlığındakı çətinliklər idi. O xan nəslində doğulsaydı, nəcəbətli bir nəsildən olub rahat həyat yaşasaydı, heç vaxt dünyanın hökmdarı ola bilməzdi. Timucinin atası uşaq vaxtı rəqib tayfa tərəfindən zəhərləndirilərək öldürülür və 5 uşaqlı ailə başsız qalır. O vaxtki qaydalara əsasən anlamaq çətin değildi ki, qadınlar işləyə bilməzdi. Çünki ailəyə azüqəni əsasən ov edən kişilər gətirirdi və bu ailəyə hansısa bir kişi yardım edəcəkdisə, o mütləq ailənin qadını ilə evlənməlidir. Ancaq ailənin anası daxil olmaqla 6 yeyən ağızlı ailəni heç kim özünə yük eləmək istəmir. Və hətta onların mənsub olduğu tayfada bu ailəni əlavə yük hesab edərək, köç zamanı tərk edərək gedir. Beləliklə 5 uşaqlı ailə sağ qalmaq uğrunda mübarizəyə başlayır. Onlar soyuqda bitki kökləri ilə, hətta gəmiricilərlə, sıçovulla qidalanırlar. Və sonradan biz başa düşürük ki, Çingiz Xanın uşaqlığındakı bu çətinlik onu və gələcəkdə ordusunu qüdrətli edən ən vacib faktlardan biri olur. Belə ki, Çingiz Xanın ordusu az azüqə ilə pis hava şəraitində uzun müddət mühasirədə sağ qala bilirdi. Və o zaman bunu edə bilən ikinci bir ordu yox idi. Məhz buna görə də Çingiz Xanın ordusu öz dövründə məğlub edilməz və qarşısı alınmaz idi. Bir stoyaçı kimi Çingiz Xan həyatı hekayəsinin bu hissəsini sevməyə bilmərəm. Ona görə ki, stoya fəlsəfəsinə görə bizim başımıza gələnlər yox, başımıza gələnlərlə nə etdiyimiz vacibdir. Ya biz məğlub olduğumuzu qəbul edib, başımıza gələnlərin bizi diz çöktürməsinə razı olarıq, yaxud da onunla mübarizə aparıb, bütün dünyanı qarşımızda diz çöktürə bilərik. Mənim övladlarım yoxdur, ancaq övladım olsaydı, mütləq Çingiz Xan həyat hekayəsini öyrənməyə onlara məsləhət görərdim. Çünki bu cür həyat hekayələrini dinləmək çətinliklərlə başa gələn, mübarizə aparan, düzgün düşüncə tərzinin formalaşması üçün vacibdir. Çingiz Xanın uşaqlığındakı digər vacib bir məqam və maraqlı məqam onun uşaq vaxtı ögey qardaşı Bekteri öldürməsi idi.
Niyə deyirəm ki, bu maraqlı məqamdır? Çünki Çingiz xan bayaq qeyd elədiyim kimi qardaşlarından zəif idi və o başa düşür ki, böyük qardaşını özü öldürə bilməyəcək. Ona görə də Çingiz xan özündən daha güclü ox atan kiçik qardaşının vasitəsilə böyük qardaşını plan quraraq öldürtdürür. Burada biz onun nə dərəcədə strateji düşündüyünü görürük və gələcəkdə də biz döyüşlərdə Çingiz xanın bir sərkərdə kimi hansısa qəhrəmanlığını, şücaətini eşitmirik. Onun qüdrəti strateji düşünən beynində və güclü taktikasında idi. Buradan öyrəndiyimiz əsas məqam odur ki, biz hər hansı bir istedadla doğulmaya bilərik. Ətrafımızdakı insanlardan güclü olmaya bilərik, onlardan daha bilikli olmaya bilərik. Amma resursları düzgün istifadə edə biliriksə, hər kəsdən güclü ola bilərik. Rəqabət əsaslı tərbiyələnmiş beynimiz üçün bunu qəbul eləmək biraz çətindir. Çünki məktəbdə bizə öyrədiblər ki, biz hamıdan yaxşı dərs oxumalıyıq, hamıdan yaxşı olmalıyıq, sonra universitetdə bu davam edir və daha sonra korporativlər bizimlə eyni oyunu oynayır. Və sonra eşidirsən ki, bir insan iş yerində deyir ki, mən digərindən daha bilikliyəm, daha çox çalışıram, amma o məndən daha qabağa gedib. Çünki bu insanın anlamadığı odur ki, bilik tək başına bizi lazım olan yerə aparmaya bilər. O yalnız düzgün bacarıqla birləşdikdə bizi lazım yerə aparacaq. Bunu dərk edə bilməyənlər şikayətlənməyi seçib məğlub olurlar. Bu oyunun qaydalarını öyrənənlər isə daima irəliyə gedirlər. Elə Çingiz xan kimi. Çingiz xanı bir lider kimi güclü edən xüsusiyyətlərdən biri onun bir səhvi 2 dəfə təkrarlamaması idi və səhvlərindən çox böyük dərs çıxarması idi. Məsələn, o ilkin olaraq işğal elədiyi ərazilərdə aristokratlara toxunmurdu və onları hakimiyyətdə saxlayırdı. Lakin Çin əməliyyatından sonra aristokratlar ona xəyanət edir və Çingiz xan qərar qəbul edir ki, bundan sonra işğal etdiyi ərazilərdə aristokratları öldürtdürəcək və onları heç bir halda hakimiyyətdə saxlamayacaq. Bu qərar Çingiz xan dünyasını dəyişdikdən sonra belə yüzüllər boyu Monqol imperiyasında dəyişmir. Çingiz xanın bir səhvi 2 dəfə təkrarlamaması onu çox effektiv və səmərəli bir lider edir. Mən özüm xan deyiləm və mənim əlbəttə ki, səhvlərimin çox böyük bir təsiri yoxdur. Amma bilirik ki, həyatda, istər iş həyatında olsun, istər şəxsi münasibətlərdə olsun, bir səhvi dəfələrlə təkrarlamaq bizim nə qədər vaxtımızı və enerjimizi alır. Çünki hər dəfə yerə yıxılıb təzədən qalxmağa vaxtımız və enerjimiz gedir. Bunu adi bir insan öz həyatında necə tətbiq edə bilər? Retrospeksivlər edərək, hər nə qədər korporativ bir termin kimi səslənsə də, əslində retrospektiv çox sadə bir praktikadır. Nədən ibarətdir bu praktika? Deyək ki, həyatımızda nəsə baş verib, hansısa bir səhv eləmişik. Sadəcə olaraq belə hadisədən sonra biz onu çox qısa şəkildə sakit başla analiz edirik. İşləyən və işləməyən şeyləri ayırırıq. Qərar qəbul edirik ki, bu işləməyən şeyləri daha tətbiq etməyəcəyik. Bunu dəfələrlə etdikdən sonra artıq səmərəli işləyən praktiki bir beynimiz olur. Çingiz xanın lider kimi digər güclü xüsusiyyətlərdən biri də onun innovativ və fərqli düşünməsi idi. Məsələn, onun hakimiyyəti meritokrasiya əsasına qurulmuşdu. Demək olar ki, bu o vaxta qədər meritokrasiya əsasında qurulmuş və idarə olunan ilk dövlət idi. Əslində elit meritokrasiya limitli şəkildə hardasa Çin ordusunda, Roma ordusunda var idi. Amma institusional şəkildə bir dövlətdə tətbiq olması ilk dəfə Monqol imperiyasında baş verir. Siz əgər Monqol imperiyasında dünyaya gəlmişdinizsə, bir deyək xan nəslində və əgər heç bir bilik bacarığınız yox idisə, o zaman siz hər hansı bir yüksək vəzifə tutmayacaqdınız. Amma əksinə, çoban ailəsində dünyaya göz açmışdınızsa, amma bilik və bacarıqlarınız var idisə, o zaman bu imperiyada yüksək vəzifə tuta bilərdiniz. Bu da Çingiz xanın uşaq vaxtı öz tayfasından gördüyü xəyanət nəticəsində qəbul etdiyi qərarlardan biri idi. O başa düşürdü ki, qan bağından daha vacib sədaqət və bacarıqdır. Onun orduda tətbiq elədiyi innovasiyalardan biri də o idi ki, əgər əsgər dünyasını dəyişərdisə, imperiya ailəyə təzminat verirdi. Bu da uşaq vaxtı Çingiz xanın atası öləndən sonra ailəsinin başına gələn çətinlikləri gördükdən sonra verdiyi qərarlardan biri idi. Və məhz bu qərara görə orduda hamı şücaətlə, böyük həvəslə səy göstərirdi. Çünki bilirdilər ki, əgər onların başına sabah nəsə gələcəksə, qorxmaqlarına və narahat olmaqlarına heç bir ehtiyac yoxdur. İmperiya onların ailəsinin qayğısına qalacaq.
Digər sadaladığım xüsusiyyətlərdən ən vacibi isə o idi ki, Çingiz xanın özünə inamı çox güclü idi. O hətta düşünürdü ki, Allah tərəfindən dünyanı fəth eləmək üçün göndərilən bir insandır və buna o qədər inanırdı ki, qarşısındakı hər kəsə buna inanmağa məcbur edirdi. Məncə bu barədə Jordan Peterson da mənimlə razı olardı ki, Çingiz xanın lider kimi ən güclü xüsusiyyəti məhz bu idi. Çünki Jordan Peterson Həyat üçün 12 qayda kitabında birinci qaydada məhz bundan danışır. Kitabda ilk qayda olaraq Jordan Peterson çox maraqlı bir təsvir verir. O, lobsterların həyat uğrunda mübarizəsinin insan davranışına bir analogiyasından danışır. Belə ki, lobsterların həyat uğrunda, yaşamaq uğrunda mübarizələri 4 mərhələdə gedir. Əgər birinci mərhələdə bir nəticə çıxmırsa, onda onlar belə də ikinci döyüşə keçir və daha sonra üçüncü döyüş baş verir və nəhayət sonuncu döyüş zamanı onlar başa düşür ki, buradan hansısa bir lobster mütləq qalib çıxmalıdır və hətta digər lobster ölə də bilər və bu mübarizədən sonra lobsterlardan biri çox ciddi zədə alır. Və kitabda biz anlayırıq ki, müəllif heç də yalnız fiziki zədəni nəzərdə tutmur, mənəvi zədədən danışır. Belə ki, məğlub lobster caynaqlarını qısır, bədəni cılızlaşır və bütün ömrü boyu mən məğlubam mesajını verməklə həyatını məhz bu cür yaşamağa davam edir. Digər lobster isə caynaqlarını daha geniş açır, bədəni sanki iriləşir və bütün ömrü boyu özünü qalib, kral kimi təqdim edərək həyatını elə yaşamağa davam edir. Peterson deyir ki, bu cür dəyişiklik mütləq beyindəki bir dəyişikliklə əlaqəlidir. Və insan davranışında analogiyası olan bu dəyişikliyin beyindəki serotonin və aktopamin hormonunun nisbətindəki fərq ilə əlaqələndirir. Belə ki, serotonin hormonu aktopaminə nəzərən çox olduqda insanın qaməti dik olur, davranışı özündən əmin olur və insan qarşısındakına mən güclüyəm mesajı verir. Lakin hormonlar arasındakı fərq əksinə olduqda bu zaman insanın qaməti düşür, bədəni cılızlaşır və insan danışanda belə qarşısına mən səndən zəifəm mesajı verir. İstər iş həyatımız olsun, istər şəxsi həyatımız, uğur qazanmaq üçün qarşımızdakılara düzgün mesaj verməyimiz vacibdir. Kitabdakı məlumatlara əsasən Çingiz xan bunu daima meditasiya edərək və inandığı Allahı səma ilə ünsiyyətə girərək edirdi. Çingiz xan bir lider kimi hər nə qədər güclü olsa da, təəssüf ki, onun imperiyası məğlub olmaz və əbədi olmur. Onun imperiyasının dağılışının əsasında müxtəlif səbəblər vardı. Məsələn, o hakimiyyətin ötürülmə mexanizmini tam şəkildə oturtmamış, dünyadan köçür. Həmçinin onun hakimiyyəti daha çox onun xarakterinə uyğun qurulmuşdu və sanki döyüşdə daim hərəkətdə olmaq üçün qurulmuşdu, amma sakitlik zamanı idarə etmənin necə olacağı tam oturuşmamışdı. Bundan əlavə Monqol imperiyası dünyanın ən sürətlə böyüyən və ən böyük quru əraziyə malik olan imperiyası idi. Tarixdə ikinci bir belə imperiya heç vaxt olmayıb və daima böyüməkdə olan bu imperiyanın davamlı olmaq üçün bir institutları formalaşmamışdı. Bu hekayə hər bir sahibkarın dərs götürəcəyi bir hekayədir. Şirkətlər əgər daimi olaraq böyüməyi hədəfləyirsə və dayanıqlılıq mexanizmini müəyyən etməyibsə, onlar məhv olmağa məhkumdular. Pul qazanan kimi investisiyanın mövcud sisteminin dayanıqlı olmasına yox, daha genişlənməyə sərf edən şirkətlər məhz buna görə də məhv olurlar. Kitab haqqında danışmaq istədiklərimi burada yekunlaşdırıram dostlar. Ümid edirəm ki, bu kitab sizdə hansısa bir maraq oyatdı. Oxumaq istəyirsinizsə, onu deyim ki, təəssüf ki, Çingiz xan və müasir dünyanın yaradılışı kitabı ana dilimizə tərcümə olunmuyor. Mən özüm də onu ingilis dilində oxumuşam, amma rus dilində və türk dilində mövcuddur. Oxusanız fikirlərinizi mənimlə bölüşməyi unutmayın dostlar. Videonu izlədiyiniz üçün təşəkkür edirəm.